Salam. 16 Avqust 2026-cı il. Artıq inşallah ki 3-cü plaşatkanın müəyyən bir hissəsi beton verilib və kiçik bir hissə qalıb. İnşallah ki bugün həmin kiçik bir hissə doldurulub. Bugün üstünə xırış veriləcək. Və bununla yanaşı dünən pilləkənlərin alt istina divarı örülüb. Gördüyünüz kimi artıq aşağıdan birləşəcək pilləkənin yeri qazılıb və burada birləşəcək divar örülüb. Plaşatka olacaq divar. Çünki pilləkən oradan qalxdıqda burada hündürləşəcək və 3-cü plaşatkaya çıxan dar yolun alt hissəsi ilə, alt pilləkanı ilə birləşib burada bir plaşatka yaranacaq. İnşallah ki işlərimiz davam etdikcə bu barədə məlumatları sizlərə verəcəm.